İlham Əliyev deməli balaca bir uşağa kamaz bağışlayıbdı. Buna nə deyirlər? Deyirlər ki, uşaq başı allatmaq. 2 milyon, 3 milyon uşağın haqqını yiyən diktator bir ailə bir dənə balaca uşağa kamaz bağışlayıb ki, ala. İlham Əliyev, mən də Mercedes'te yazıram salonuma. Kamaza da ehtiyacım yoxdur. Mənim haqlarımı bərpa elə. İbrahim Nehrəmli nə qədər ki cəzasını almayıbdı. İlham Əliyev, sən, arvadın, qızların, gəlinlərin, Heydərin, hamısı mənim deməli nəyimdə olacaqdı? 21-ci barmağımda olacaqdı. Yaxşı, mən nə kamaz istəyirəm, nə pul istəyirəm. İbrahim Nehrəmlinin cəzasını verin. İbrahim Nehrəmli saxta məhkəmələr yolu ilə, polis gücünə, hədə-qorxu gücünə mənim keyfimi əlimdən alıb. İbrahimin 2 peysər oğlu Həsənlə Hüseyin hal-hazırda Avropada kayf eləyir. Onların cəzasını verin. Bacanağı Emin Tağıyevin cəzasını verin. Sizinki sizdə, mənimki məndə. Mən bilirəm ki, mənim videolarımı Əlin Ağayev də izləyir, Kamran Əliyev də, Fuad Ələsgərov da, sonra o Altay Həsənov Paşayevlərdən bir dənə cırıq almış. Yox, elə Paşayevlərin qohumunda xalası oldu Mehribanın. Hamısı izləyir. Sadəcə rüşvətxoru qoruyurlar. Ona görə də bu rüşvətxor, dələduz, maşennik İbrahim Nehrəmli cəzasını almayana kimi mənim bu kişi sifətimi görəcəksiniz. Altını da çizərək deyirəm, söyüş yaxşı şey deyil. Bugün sabah 50 yaşım olacaq. Mən tarixdə də söyüş söyən kimi qalmaq istəmirəm. Haqlarımın bərpasını tələb edirəm. Bir daha da deyirəm, nə Heydər Əliyev fondundan pul istəyirəm, nə kamaz istəyirəm, nə yaşamaq üçün yalvarıram. Haqlarımın bərpası üçün itələyirəm və itələyəcəm. Aydındır? Cavid Qurbanov, hədəfimdə olacaqsan. DTK şoudan sən çıxırsan. Bütün qəhbərliklərin dalından sən çıxırsan. Əlin Ağayev, hədəfimdə olacaqsan. Kamran Əliyev, məni qəbul edib haqlı saymısan. Hədəfimdə olacaqsan. Özünüz bilərsiniz, mənim üçün hava xoşdur. Çöldə döyürəm, açıqda döyürəm. Aydındır? İtələyəcəm. Özü dibinə kimi kayf tutacaqsınız. İbrahim Nehrəmli, bacanağı Emin Tağıyev, şöbə müdürləri Kürtülü İskəndərov, bu 3 dənə arvadı qızı qəhbənin cəzasını verin. Və mənim problemimi bütün Azərbaycan bilir. Amma nədənsə İbrahim Nehrəmli ilə bacarmırlar. Arif Paşayevi deyirlər şantaj eləyir, Mehribanı şantaj. Özünüz bilərsiniz, bu hakimiyyət onsuz da şantajın üzərində qurulubdur. Bir-birimizin arvadımızı, baldızımızı qayranlarsınız. Özünüz bilərsiniz.